İmam Səccad əleyhissalam İmam Hüseyni dəfn eləyəndə yaralar dolu idi İmam Hüseynin bədənində. Bir yara var idi çiynində, köhnə yara idi. Bəni Əsəd qəbiləsi soruşdu ki, İmam Səccaddan bu yara hansı döyüşdə alınıb, bu Kərbəlada alınmayıb, bu köhnə yaradır. İmam ağladı, dedi, bu yara döyüşdə alınmayıb. Gecə bunlar yatanda bu küfəlilər, mənim atam çiynində onların evinə yemək yapardı, özləri də bilmirdi. İndi həmin küfəlilər atamı qətlə yetirdi. Həmin küfəlilər. O ki, gecələr çiynində onlara yemək yaparırdı. İmam Baqir əleyhissalam buyurur ki, Peyğəmbər biz əhl-i beyti bu cəmaata vəsiyyət eləməsəydi, Peyğəmbər desəydi ki, mən dünyadan köçəndən sonra əhl-i beytimə zülm eləyin, siz bundan artıqını eləyənməzdiniz. Peyğəmbər birdən desəydi ki, mən dünyadan köçürəm, mənim əhl-i beytimi öldürün. Nəuzubillah, məsələn. İmam Baqir əleyhissalam deyir, belə desəydi də, siz bundan artıqını eləyə bilməzdiniz, sizə bizi əmanət qoydu, belə elədiniz siz. Əmanət qoydu.